Dualar edirəm, baxın. Aprel ayının ikisidir. Aprel ayının ikisi. Akşam səhərə yaxın. Allah dualarımı tez qəbul edir. Dövlətimizə, xalqımıza, bir millət, iki dövlət olan Azərbaycanıma, Türkiyəmə, hər ikisi dövlət xalqlarımıza dua edirəm. Dövlətlərimizi qoru, ordumuzu qoru, əskərimizi qoru, xəstə övladlarımızı, bağlarımızı qoru, şəfa ver. Qazilərimizə şəfa ver. Ülkəmizi qoru. Müharibələr gedir. Nəyin də üstündə gedir müharibələr? Torpaq üstündə. Bir torpaq ki, Allaha məxsusdur, Allaha aiddir. Allahın himayəsindədir. O torpağın üstündə ölkələr, böyük ölkələr müharibə aparırlar, müharibə edirlər. Din cəhəlini, mülk cəhəlini qırırlar. Əslində dövləti seçirlər ki, xalq dövləti seçir ki, dövlət xalqı qorumalıdır. Amma əksinə, öz mənafeyinin üçün bəzi ölkələrin dövlətləri xalqı ölümə verirlər. Kah aclıqla, böhranla məhv edirlər, həm müharibə edib, müharibə ilə mülk əhalini. Amma yeganə ölkə Azərbaycan Türkiyədir ki, yəni yaşadığıma görə demirəm, bu ölkədə yaşadığıma görə demirəm. Bu ölkənin vətəndaşı olduğuma görə demirəm. Yeganə ölkə Azərbaycan Türkiyə ki, öz ərazisini tanıyır, öz ərazisini qoruyur, başqasının torpağına, vətəninə girmir və mülki əhalini heç vaxt da mülki əhaliyə ziyan vurmur. Yəni bunu 44 günlük 2020-ci ildə 44 günlük müharibəmizdə bunun şahid oldunuz ki, dövlətimiz var olsun, dövlətimiz orduya əmir verdi ki, Ermənistanın mülki əhalisinə ziyan vurulmaz. Amma onlar bizə vurdular. Mülki əhalimizlə 1992-ci ildə, 92-ci ildə mülki əhalini qırdılar. Hələ ondan öncə 1990-cı il yanvar ayının 19-da 20-sinə keçən günü 20 yanvar hadisəsini törətdilər, 20 yanvar soyqırımını etdilər. İncirdə İsa Peyğəmbər sizə öldürün demədi. Görürsünüz, xoruz da banlayır, səhər açılır. Allah duaları tez qəbul edir, səhərə yaxın, sübh səhərdən. İncirdə İsa Peyğəmbər sizə öldürün demədi, amma siz onu öldürdünüz və öldürənlərə də bərahət qazandınız. Allahın nəhlətindən qorxun. Heç bir ölkə müharibə edib özünün gücünü göstərməsin, amma Allahın gücü bax buradadır. Allahın gücü buradadır. Bu göy səmasında, göy üzərində. Allahın gücü buradadır. Bir dənə Allah qəzəbin etsə, qəzəbin göstərsə, siz suyun altında və məhv olarsınız, ya tsunami zəlzələnin altında. Müharibə edib dövlətinizə, ordunuza güvənməyin. Allaha qorxun, Allahdan qorxun və Allahın etdiyi bəladan qorxun. Sağ olun, var olun. Müharibələrə son qoyun. Allahdan qorxun. Yaşasın dövlətimiz, xalqımız. Sağ olun, var olun.